Qarabağ Çempionlar Liqasının liqa mərhələsində 8-ci turda İngiltərədə Liverpoolla qarşılaşacaq. Əsas sual budur ki, Qarabağ səfərdə Liverpooldan xal alma ehtimalı varmı və ilk 24-lükdə qala biləcəkmi? Gəlin ehtimallara birlikdə baxaq. Əvvəlcə rəqibi yaxından tanıyaq. Liverpool Çempionlar Liqasında indiyədək keçirdiyi 7 oyunun 5-də qələbə qazanıb. Qalib gəldiyi komandalar bunlar da Marsel, Atletico Madrid, Freiburg, Real Madrid, Inter. 2 oyunda məğlub olubdu. Galatasaray və PSV oyunlarında məğlub olub. Hazırda Liverpool liqa mərhələsində 15 xalla 4-cü pillədə qərarlaşıb. Liverpoolun əsasən 4-2-3-1 və 4-4-2 taktikası sistemlərinə üstünlük verir. Komanda sürətli əks hücumları ilə seçilir. Bu hücumların ən təhlükəli futbolçular Salah, Robertson, Gakpo və Frimpong və Szoboszlaidir. Liverpool hücumlarının böyük hissəsini mərkəzdən yox, cinahlar üzrə qurur. Məhz bu səbəbdən də yan zonalarında çox təhlükəli görünür. Komandanın heyətində uzun boylu futbolçuların çoxluğu hava toplarında üstünlük yaradır. Bu da onlara künc zərbələrində, cərmə zərbələrində olduqca təhlükəli edir. Hava toplarında xüsusilə Van Dijk, Gakpo və Isak fərqlənir. Bundan əlavə Szoboszlai cərmə zərbələri, eləcə də bəzi futbolçular uzaq məsafədən zərbələri rəqib üçün ciddi təhlükə yaradır. Liverpoolun zəif tərəflərinə gəldikdə isə bəzən mərkəzi zonasında boşluqlar buraxır. Bu da Qarabağ üçün müsbət məqamdır. Əgər Qarabağ hücumlarını daha çox mərkəzdən qura bilsə, Liverpool üçün ciddi təhlükələr yarada bilər. Həmçinin Liverpool hücumlarını əsasən sağ cinahdan inkişaf etməsi onları sol cinahda boşluqların yaranmasına səbəb olur. Liverpool əks hücumlara qarşı həssas komandadır. Hücuma çox futbolçu ilə çıxdıqları, eləcə də künc zərbələri, cərmə zərbələrindən sonra müdafiə qayıdış zamanı müəyyən ləngimənlər müşahidə olunur. Bu da göstərir ki, Qarabağ standart vəziyyətlərdən sonra sürətli əks hücum qura bilsə, rəqib üçün təhlükəli epizodlar yarada bilər. Bütün bunlara nəzərə alsaq, Qarabağ İngiltərədə müsbət nəticə əldə etməsi mümkündür. Qarabağ bunu dəfələrlə sübut edib. Futbol təkcə bahalı və güclü heyətlərlə oynanmır. Futbol komanda oyunudur və Qarabağ bunu Avropada dəfələrlə göstəribdir. Sizcə Qarabağ Liverpool qalib gələ bilərmi? Fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Sağ olun, salamat qalın.